Salam əziz abituriyentlər, 5 nömrəli sualın izahını təqdim edirik. 5 nömrəli sualda bizdən verilmiş sxemi tamamlamağı tələb edir. Sxem Aralıq dənizi sahilində yerləşən region və ölkələrdən bəhs edir. Verilmiş xanalara müvafiq region və ölkələri müəyyənləşdirərək yazmalı və sxemi tamamlamalıyıq. Aralıq dənizi sahilində yerləşən regionlar Cənubi Avropa, Cənub-Şərqi Avropa, Cənub-Qərbi Asiya və Şimali Afrika regionlarıdır. Burada Cənub-Qərbi Asiya və Şimali Afrika regionlarını verib. Deməli, 1 və 2-ci xanalarda Cənub-Şərqi Avropa regionu və Cənubi Avropa regionları yazılacaq və burada Cənub-Qərbi Asiya regionu üçün, burada isə hər hansısa bir iki regiondan biri üçün müvafiq ölkəni müəyyənləşdirməliyik. Gəlin baxaq. Deməli, burada San Marino'nu təqdim edib. San Marino Cənubi Avropa regionuna aid olan ölkədir. Bura Cənubi Avropa. Deməli, bu xana üçün Şərqi Avropa regionu yazılacaq. Burada verilmiş cavab variantlarına baxaq. 2 nömrəli xanada Cənubi Avropa regionu qeyd edilməlidir. A variantında Cənubi Avropa, B variantı Cənubi Avropa, C variantı Şərqi Avropa. Bu cavab versiyası yanlışdır. D variantında 2 nömrəli xana üçün Şərqi Avropanı qeyd edib. Bu cavab versiyası da yanlışdır. Y variantında Cənubi Avropa regionunu təqdim edib. İndi digər ölkələrə baxaq. Burada Şərqi Avropa regionu üçün müvafiq ölkəni, burada isə Cənub-Qərbi Asiya regionu üçün müvafiq ölkəni müəyyənləşdirməliyik. 1 nömrəli xanada Şərqi Avropa regionu olmalıdır. Burada verib, burada da verib və burada da verib. Hər üç cavab versiyası uyğun gəlir. Deməli, 3 nömrəli xanada olmalıdır. Cənub-Qərbi Asiya regionu üçün müvafiq gələn ölkə. Burada Bolqarıstanı təqdim edib. Bolqarıstan burada. Bolqarıstan ümumiyyətcə Aralıq dənizi sahilinə yerləşən ölkə deyil. Qara dəniz sahilində yerləşir. Ona görə A variantı yanlış olacaq. Burada Y variantında da yenə Bolqarıstan cavabı var. Bolqarıstanı təqdim edib. Ona görə Y variantı da yanlış olacaq. B variantı doğru cavab olacaq. B variantında Şərqi Avropa regionu 1 nömrəli xana üçün, Cənubi Avropa regionu 2 nömrəli xana üçün müvafiq olaraq Türkiyə, Cənub-Qərbi Asiya, Türkiyə, Cənub-Qərbi Asiya regionunda yerləşir. Burada. Buradan Xorvatiyada Cənub-Şərqi Avropa regionuna uyğun gəlir. Doğru variant B variantı.